Salam, hər vaxtınız xeyir, əziz dostlar. Salamlayacağım hər birinizi, kanalımın dəyərli izləyiciləri. Bugün sizə bir gözəl video çəkmək fikrindəyəm. Biraz bəlkə də uzun oldu. İnşallah ki, bəyənərək izləyəcəyiniz bir video olar. Sizə bugün güllərimin hamısını həyətə yığmışam. Onları çəkmək istəyirəm. Bəziləri yaxşıdır, bəzilərini şaxta vuranlar biraz pisdir. Əsas o da sağlıq olsun və videomuza başlamışam artıq. Sizə də xoş izləmələr olsun. Belə bu gözəl gülüm. Bunu da həyata belə askılı dipçəyə keçirdim. Belə gözəllik rəngdədir hələ ki. İndi başqa rəngi olar olmaz bilmirəm də. Amma hələ ki bu yaxşıdır. Buradan yığmışam mən. Bu aşkın göz yaşı olan çiçəyimdir. Bu pul gülüdür, kras olan. Bunu da evdən çölə qoymuşam. Çünki pəncərənin önündə görün belə qızarıb. Amma qəşəng sağlamdır. Yaxşıdır hələ ki. Bu da mənim səbirsizliklə gözlədiyim. Keçən videolarımda da həmişə deyirdim ki, mənim bir çiçəyim, bunun çiçəyini görməmişəm. Çox səbirsizliklə gözləyirdim. Bu da gəldi. Rozvu çıxdı. Tünd rozvu deyil, amma rozvudur. Belə qəşəng bol çiçəkləri var. Bu da keçən il ondan qabaq gələ əkmişdim. Yavaş-yavaş belə açmağa başlayıbdı. Belə bunu buradan yığmışam, bunları belə. Bu dekabris çiçəyimdir. Bunda belə bir qava dəyişdim, balacaydı saxsısı. Belə bir su qabına əkmişəm belə. Bunlar hələ tam açmayıb. Bizdə heç o birisiləri heç bilmirəm açacaq, açmayacaq. O don vuranlar. Keçən videoda demişdim. Amma bu evdəki qəşəkdir. Və mən bu hər zaman dediyim, gözlədiyim ağımdır. Ən çox istədiyim kalanşomdur bu. Ağ qatlı kalanşo. Çox qəşəkdir. İndi çəkəndə bilmirəm niyəsə. Biraz buxarlanır elə bir ekran. Amma çox qəşəkdir. Belə görün rəngi. Belə gözəl, bu da yarı açmış kimi, yarı açmamış kimi belə bir haldadır. Bu da qəşəkdir. Bilirsiniz də bunlar çox asan becərilir. İstəsəniz yarpağından da belə kökləndirə bilərsiniz. Fiyalkalar kimi bunlar da yarpağından belə bitəndir. Qəşəng çiçəkdir bunlar. Qərənfil oxşuyur. Bu çox xoşlayıram bunu. Bu da görükür. Bu da mənim narıncı rəngdə olan kalanşomdan yeni çiçəyimdir. Bu da qəşəngdir. Görürsünüz. Hər bir çiçəyin açıq. Bu da mənim açıq rozumdur. Bunu da bilirsiniz, görməmişdim. Çiçəyin bunu kəsmişdim keçən videoda. Dünən əkmişəm, torpağın elə böyründən əkmişəm bura. Hələ ki belə qəşəkdir. İnşallah ki bitər. Bunlar bitməyənə ümidim çoxdur. Çünki bunlar elə kaprizin çiçəklər deyil. Tez bitəndir. Kalanşomdan gelindir bu da. O hissə belə. Və buradan gəlmişəm bunların yanına. Bu da mənim yerli olan begoniyamdır. Bunda hələ ki çiçək yoxdur, amma yaxşıdır. Keçən ildən bu qardadır. Keçən il çox çiçək açmışdı, amma hələ ki bir çiçək yoxdur, amma yaxşıdır. Bu da begoniyamdır, ana ürəyi. Çilli begoniya. Bunun saksısını dəyişmək fikrindəyəm. Çünki burada görürəm ki, dalalar çıxardır, amma tam nəsə inkişaf eləyə bilmir. Bəlkə də qavıdardı, kökü sıxışıbdır, nədirsə tam çıxmır. İndi onu mən başqa bir qava köçürəcəm inşallah. Bir də qızlar, gülü dəyişəndə torpağı quruyken dəyişin. Belə qabı kəsib, torpağın onda tökülmür torpağı. Hər hansı bir qava qoyursan, ondan sonra da su verirsən, özü qəşəng torpağa kök vurur. Amma sulayandan sonra qavanı dəyişəndə o kökdəki torpaqlar dağılır və gülün kökünə çox ziyan vurmuş oluruq.
Bunda da bəzən tutur, bəzən tutmur. Yəni biraz çox incir deyə gecdə alır. Ona görə də bunu gözləyirəm ki, hələ torpağı biraz bərkisin, ondan sonra əkəcəm başqa qaba. Bu da mənim ağ geranımda. Hələ ki çiçəkləmək üçün bir şey yoxdur, amma özü yaxşıdır, qəşəngdir. Buradan da yenə qırmızı olan bu özün şey olan güldür, bu belə üz aşağı tökülən güldür. Bunları belə taxmışam. Bunları da yenə hər zaman kimi asmışam yerlərinə. İnşallah ki bol-bol çiçəkləyərlər. Və bu gözəlim başlayayım bunlardan. Bunlar da yenə həyətə çıxandan çox gözəlləşiblər. Çox yaxşı hava vurur deyə, həm istədikləri kimi qəşəng hava, təmiz, gün də görürlər. Ona görə də daha qəşəngdir. Yarpaqlarından bilinir ki, çox məmnundurlar yerlərindən. Xoşları gəlir. Belə bunu buradan yerə qoymuşam və buradan yenə bu çiçəkli olanlarındır. Həm bol düyməsi var, həm də bol çiçəyi var. Gözəlimin. Belə qəşəng, hələ ki çox belə güclü çiçəkləməsə də, amma görürsünüz ki, belə qəşəng yeni düymələr gəlir. Bu da yeni hədiyyə gələn çiçəyimiz. Bu da mənim 2 ay qışı açan alyanaq gülümdür, alyanaq rozmu. Bu da qəşəng vəziyyətlərdir, yaxşıdır. Belə qırmızı geranım da açıb. Əslində belə olur siftələr, başdan açanda. Sonra getdikcə ağarır. Qəşəng bir güldür. Bu qırmızımdır belə. Bu tünd fuşya rəngdə, tünd belə. Rozunun tündüdür belə, fosforlu. Biraz bilmirəm. Kameradan nətər düşür, amma qəşəngdir. Görürsünüz nə qədər də düyməsi var. Keçən görmüşdünüz də, keçənki videomda baxanlar bilir. Belə top açır o. Çox yekə çiçəkləri olur. Bu qışdan üstündə gələnlərdir. Yeni tumurcuqları var. Və bu da mənim açıq narıncı olanımdır. Bu da yenə qəşəngdir. Həm düyməsi var, həm sağlamdır. Həyətə çıxandan ümumiyyətcə çiçəklərim daha yaxşıdır. Bu da yenə açıq narıncamdır. Bu da yaxşıdır. Yeni çiçək düymələri gəlir artıq. Çox qəşəng bir hal alacaqlar. Hələ ki, indi qışdan qalma düymələrdir. Bunlar bilirsiniz, parnikdə qəşəng oldu mənim bu geranlarım. Amma axırdan axıra don biraz küləkli şaxta qar yağanda biraz kalonşolarımı xarab elədi. Və bu da yenə yerli olan qatdımdır. Bu da mənim özümün toxumdan bitdiyim geranımdır. Bunu bilirsiniz də, bilənlər bilir ki, toxumdan əkmişəm. Öz geranımın toxumundan tutmuşdum. Ondan əkmişəm, belə gözəl gül olubdur. Tünd qırmızıdır, al qırmızı rəngdədir. Arada bir ləçəyində açıqlıq olur, bir ləçəyi amma qırmızı olur. Belə bunları belə çəkeyim. Orada da bir kalam var. Orada şaxta xarab eləyib. Bu da yerdən yığmışam buranı da belə. Bunlar da mənim. Bu da mənim yadımdan çıxdı adı. Begonvilim deyir. Biraz yarpaqları biraz xarab olub. Amma özü qəşəngdir. Çox yekəlmişdi. Budamışam. Biraz tikanlıdır. Budamışam. Hələ ki bir yarpaq çıxartmayıbdır. Təzə yarpaqları yəqin ki gələr. Çox qəşəngdir bu da. Çiçəkləri qəşəng olur. İnşallah çiçəkləyərlər. Görərik biz də sizlə bərabər. Bu da mənim ceyran gözü çiçəyimdir. Bu da biraz qarda parnikin üstündən külək atdı. Klyonkanı. Həmin qış soyuqda bu da elə bil görürsünüz ki biraz
xarab olma var. Düzdür, düymələri var, amma inanmıram o düymə yaxşı olar. Qönçələri daha doğrusu. Amma özü yaxşıdır. Özü sağlamdır. İnşallah özlərini toparlayar. Bu da şokolad çiçeğidir. Şokolad rəngli açanımdır. Belə ceyran gözlərim çox yaxşıdır bu il. İndi çiçəkləmək istəyənlər də var. Hələ ki. Qəşəkdir. Bundan artırmışam. Çox xoşlayıram bunu. Bunlar da qırmızı açanımdır. Keçən il videomda görmüşdünüz. Qıpqırmızı rəng açır. Lalə kimi. Bu da yenə qəşəng açır. Bu da ehtiyac etdiyimdir. Bu da mənim yenə hədiyyə bir geranımdır. Belə rəngdə bəlkə də çoxunuzda var. Bunun kökün hətta sizlə bərabər torpağını dəyişmişdim alandan sonra. Torpağını dəyişdim. Video var idi məndə bununla bağlı. Həmindir. İndi təzədən çiçəkləməyə başlayır. Bu da al qırmızı rəngli geran. Al qırmızı zonalini gerandır. Bunu budağından əkmişəm. Bu da zonalini. Bu da neçə ildir məndədir. Bu ağ olan geranımdır. Ceyran gözü. Bu da yenə bəyəxkəndən artırmışam. Belə kalonşo. Mən də kalonşo bu aralar çox xoşlayıram. Nədənsə qırılanı belə güllərin dibinə əkirəm. Bizdə də elə şeylər olmasa olmaz da. Yəqin ki hamınızda olur. Burada öz çiçeğini açıbdı. Bu da rozlu rəngli. Məndə olandan da bu. Bu da parnikdə olan dikenler tacımdır. Yerli olan. Yaxşıdır, sağlamdır. Bu da qəşəngləşib. Hamısı yaxşıdır demək olar ki, hamısı öz halından razıdır. Çox qəşəngdir. Kalanını istəyirdim torpağını dəyişəm. Bilmirəm niyəsə dəyişmədim mən onu. Buradan çiçəkləmək istəyir. Dünən çıxartmışam bunu çölə. Çox sıxışıqdır, dardır yeri elə bil. Ya indi qış idi deyə belə oldu. Bəlkə yazda daha yaxşı olacaq, amma bir ara istədim çıxardım. Sonra nədənsə qaldı. İndi hələ ki bundadır. Bu da yenə kalonşomdur. Bu çox yekiydi. Bu açdı bir hissəsi qırıldı. Yaxşıdır amma hələ ki hamısı. Yenə belə xırda balaca qavda İvan Maria sortundan olan geranımdır. Bu da yenə ceyran gözlü. Bunu artırmışdım. Bu da düymədədir. Bunu da yenə mən artırmışam. Belə artırdığım belə balacalar çoxdur. Onu hamısını çəkməyəcəm. Çünki biri ondan çox, bəlkə də 15 dənə belə balaca qavlarda əkmişəm. Xoşum gələn çiçəklərimlə. Daha onları bir də çəkməyəm sizi yormamaq adına. Amma bir ikisini göstərirəm ki, yəni yaxşıdırlar. Bunlar hamısı qışda çöldə qalıblar. Parnikdə qalıblar. Yəni bunları evə almamışam. Bu da yenə buz çiçəyidir. Bunu da mənə vermişdilər. Elə bax belə bu qavda vermişdilər. Hələ ki dəyişməmişəm qavını, amma qışda bunu mən tamam budadım ki, belə pöhrəl zoğlar gəlsin. Təzələdim bunu. Yəni çox belə qalanda xarab olur, bozarır. Amma bu belə yaxşıdır. Bu da yenə askılı qav əkdiyimdəndir. Bunda belə yağ qavını əkmişəm. Hələ bunda çiçək yoxdur. Yaxşıdır, güllərimin vəziyyəti çox yaxşıdır. Və bir askıda belə olan İvan Mariam var. Belə çiçəkdədir bu da. Bilirsiniz ki, bu keçənə çox açmışdı. Hətta bir ara bu ölmək istəyirdi. Niyəsə ölmədi. Bir ara istədim qıram. Torpağımdan çıxardan başqa gül əkəm. Amma niyəsə buraxmadım bunu. Elə yaxşı ki buraxmamışım. Səbir həqiqətən də çox lazımlı bir şeydir. Səbirli olmaq. Məndə biraz səbir yoxdur, amma səbirli olmaq yaxşıdır. Bu yenidən canlandı. İndi hətta belə çiçəkdə açacaq. Çox qəşəng çiçəklər var. Bunu keçən il videolarıma baxanlar bilir. Bu da balaca bir qava budağından əkdiyimdir. Onunla keçən il payızda budayanda əkmişdim. Belə qəşəng çiçək açıbdı artıq.
Belə dəmir qab əkmişəm. Bu da ağ rəngdə olan zonaliniz çəkdi. Gerandır bu da. Bunu da əkmişəm. Bu da buradadır. Və bu kalanşon, bu da rozvu. Dikenler tacının yanına əkdiyim rozvunun qırılanındandır. Üstü bolt düyməlidir, amma hələ ki çiçəkləmir. Səbirlə gözləyirəm. Artıq səbir eləyirəm məndə. Çünki səbirsizlik elədim. Bəzi kalanşonlarım xarab oldu. İndi onu da çəkəcəm sizə, baxın. Bu da yenə benim gülümdür. Bu da pelargonia. Bu da bir kalanşodur. Belə nə rəng açacaq bilmirəm. Yəqin ki, ya qırmızı açar, ya narıncı açar. Amma belə xarab olub, görürsünüz ki. Bu da mənim gözəl qırmızı kalanşomdur. Qəşəngdir vəziyyəti. Çox xoşum gəlir bundan. Bu da ağramaşkadır. Bunu budağından əkmişdim. Qavdaydı, bura yerə əkmişəm. Bilirsiniz ki, da yerə güllər əkmək başlayıbdır. Bir dənə də hədiyyə gələn 8 Martdakı güldür. Bunu əkmişəm. Birində o tərəfə əkmişəm, rozvu rəng. Bu da Bakıdan gətirdiyim çiçəkdir. Belə oldu bu da. Görmədiyim çiçəkdir. Düymələr də çox gəlir. Belə bu da yenə bir kalanşondur. Bu da begoniyanın bir başqa növüdür. Çöldədir artıq. Burada bir dənə çuha. Yenə 8 Mart'a gələndir. Çiçəkdir. Həmişəm oradan yerə. Bu da mənim digər ağ olan kalanşomdur. Amma görürsünüz ki, xarab olub. Bu il istəyirəm ki, kalanşolarımın hamısını budayam. Qəşəng zoğlarından əkəm. Qalanında Allaha pənah. Yəni çox xarab oldu bu kalanşolarım. İndi bunu çiçəkləməyi gözləyirəm. Çiçəkləsin, ondan sonra bunu sıfırdan budama eləyəcəm. Təzə pöhrə versin. Torpağını da dəyişəcəm. Təzə pöhrə versin. Çünki bunları don belə xarab elədi. Bir digər xarab olan gülüm də, daha doğrusu xarab deyil idi. Mən onu səbirsizliklə apardım çölə. Şaxta, külək, parnikin klyonkası gedəndə bunlar da yerə yıxılıb, nə bilim, külək qoyurub, tamam pis günə qoyub. Qırmağa əlim gəlmir. İstəyirəm ki, bəlkə bu düymələri açar. Amma ki, indi hələ ki belədir. Amma bunların hamısından yenə əkəcəm. Bağlarını da, torpaqlarını da dəyişəcəm. Bu da belə xarab olub. Bu da mənim narıncı olanımdır. Narıncı rəng açanım idi. Bu da belədir. Bu da dikenlər tacım. Mələkqənət, digər kalanşom. Belə əziz dostlarım, sizi çox yordum. Baxıram ki, mən nə qədər 18 dəqiqəni artıq keçmişəm. Çox çəkmişəm, video uzun olacaq. İnşallah ki, yorulmarsınız. İnşallah ki, dediyim kimi yorulmarsınız. Videomu sona da izləyirsiniz. Baxan gözləriniz var olsun. Bayramlarınız mübarək olsun inşallah. Neçə gözəl illərimiz, bayramlarımız olsun. Hər birinizi Novruz bayramın təbrik eləyirəm. Ola bilər ki, bir də bilmirəm, başım qarışar, video çəkə bilməyəm. Yəni, başdan mən sizi təbrik eləyim. Hələlik dostlarım. Allaha əmanət olun.